Azərbaycanda sosial şəbəkələrdə və internet məkanında cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə qarşı inzibati məsuliyyət tədbirləri sərtləşdirilib. Bu istiqamətdə Cənab Prezident İlham Əliyev inzibati xətalar məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Qanuna əsasən fiziki şəxslərə qarşı zor tətbiqi, zor hədəsi və ya özgənin əmlakının məhv edilməsi ilə müşahidə olunmayan, lakin cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndiriləcək. Bu hallara görə 50 manatdan 100 manatadək cərimə, işin hallarına və pozuntunu törədənin şəxsiyyətinə görə isə 15 günədək inzibati həbs tətbiq ediləcək. Kütləvi şəkildə yayımlanan daha ağır hallara görə isə 500 manatdan 1000 manatadək cərimə və 30 günədək inzibati həbs nəzərdə tutulub. Təkrar pozuntu halları cəza daha da artırılaraq 1000 manatdan 2000 manatadək cərimə və ya 1 aydan 2 ayadək inzibati həbs tətbiq oluna bilər. Bu dəyişikliklər gündəlik həyat və sosial şəbəkələrdə məsuliyyətin artmasına da səbəb olur. Məncə cərimə olunması düzdür. Yəni hər kəs sosial mediada heç bilmədən qarşı tərəfi söyüşlə tənqid edirlər. Yəni o düzgün hərəkət deyil mənə görə. Həm insan davranışlarına da pis təsir göstərir. Onun qarşı alınması məncə doğru qərardır. Olsun ki, adamlar hər kəs yaxşı danışsın, mədəni olsun. Məncə onun qarşısı alınmaqla həqiqətən düzgün addım atırlar. Çünki yəni sosial şəbəkələrə hamı baxır da, təkcə gənclər baxmır, onu da nəzərə almaq lazımdır. Düzgün edirlər yəni, mənim fikrim. Mən də dostum fikirləri ilə yəni tamamilə razıyam. Yəni çox düzgün addımdır. Yəni sosial şəbəkələrdə söyüşün çox olması, eləcə də nəinki belə deyim, yaxşı şeylərdən çox belə şeylərlə sosial şəbəkələrdən tanınmaq bizim ölkə üçün də yəni mənfi bir cəhətdir. Yəni həqiqətən də yaxşı bir addımdır. Dəyişikliklərin əsas məqsədi ictimai davranış normalarını qorumaq, sosial şəbəkələrdə əxlaqsız və təhqiredici məzmunun qarşısını almaq və milli mənəvi dəyərləri qorumaqdır. Əsas məqsəd odur ki, sosial şəbəkələrdə, saytlarda cəmiyyəti, ictimaiyyəti, insanların mənəviyyatını alçaldan təhqiramiz ifadələr işlədilməsin. Bildiyimiz kimi Azərbaycan xalqı qədim dövrdən də başlayaraq günümüzə qədər milli mənəvi dəyərləri həmişə ön planda olan bir xalq olubdur, bir millət olubdur. Milli etiket məsələsi bizim xalqımızda önəmli yerlərdən birini tutubdur. Ancaq buna baxmayaraq sosial şəbəkələrdə, bəzi saytlarda milli mənəvi dəyərlərimiz yox sayılmaqdadır. Belə bir qanunun verilməsi yerində olan bir qanundur. Bu tədbirlər yalnız həmin əməllərin əsasən cinayət məsuliyyəti yaratmadığı hallarda tətbiq ediləcək. Samiq Nuriyev, Rəşad Əkbərov, İlkin Eylazov, NTV Xəbər.